Hörmətli tamaşaçılar, hər birinizi OTV-də xoş gördük. Bu dəfə şəhid Qurban Qəzənfərlinin həyatından danışacağıq. O, cəmi 23 il ömür yaşadı. 15 yanvar 1997-ci ildə Şəmkir rayonunun Ağlavaşlı kəndində dünyaya göz açdı. 2004-cü ildə Şəmkir rayon Sahib Əliyev adına Ağlavaşlı kənd orta məktəbinin 1-ci sinifinə qədəmlərini bastı. 2015-ci ildə isə həmin məktəbi bitirdi. Daha sonra hərbi xidmətə yollandı. 2020-ci ilin yayında Tovuz döyüşləri başladı və Tovuz döyüşlərində General Polad Həşimovun şəhid olması xəbərindən sarsıntı keçirdi və gəlib ailəsinə dedi ki, o da orduya yazılmaq istəyir. Sənədlərini verdi və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi milli ordu sıralarına yazıldı. Və bu sentyabr ayının əvvəlində baş verdi. Sentyabrın 27-sində isə düşmənin təxribatlarına əks hücumla cavab verən Azərbaycan ordusu 30 illik işğala, həsrətə, niskilə son qoymaq üçün torpaqlarımızın yağı tapdağından azad olması üçün hərəkətə keçdi. Qurban da ön sıralarda idi. O, Kəlbəcər istiqamətində Murovdağ silsiləsinin işğaldan azad olunması uğrunda döyüşlərə qatıldı. Koroğlu 3 yüksəklik uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstərdi. Sentyabr ayının 29-da qəhrəmancasına şəhid oldu. Allah rəhmət eləsin. Qurban Qəzənfərlinin uşaqlığından üzü bəri 23 illik həyat yolunda onun hansı bir portret çizdiyini indi sizlərə təqdim eləmək istəyirəm. Cəmi 23 illik ömür. Ancaq Qurban şəxsən tanıdığım üçün deyirəm, çox mərd, qoçaq, vətənpərvər bir oğlan idi. Qurban Qəzənfərli haqqında danışanda bilmirsən hansı faktdan başlayasan. Çünki 23 illik həyatında o qədər maraqlı, o qədər gözəl, lətif faktlar var ki, deyirsən ki, bunu deyərəm, o bir yaddan çıxar. Atası Knyaz kişi maldarlıqla, heyvandarlıqla məşğul olurdu. O da balaca qardaşı ilə atasına kömək eləməyə və bu yükün azaldılmasına nail olmaq istəyirdi. Məktəbdə onu hər kəs ağıllı, tərbiyəli, qanacaqlı uşaq kimi xatırlayır. Sinif yoldaşları da, müəllimləri də. Qurban Qəzənfərli şəxsən onun həyatına yaxından bələdəm, yoldaşlığımız olub, ona görə deyirəm. Həm də ona görə hər kəs tərəfindən sevilirdi ki, haqlının bir mənalı şəkildə yanında idi. Deməli, məktəbimizin keçmiş direktoru onunla bağlı xatirələrini bölüşür. Deyir, bir dəfə gedirik yolla. Ailədə kişi olmayan 3 qadının, bir ana, 2 qızının həyat bacada ağır işlərlə, yəni kənd təsərrüfatı, həyat baca işi ilə məşğul olduğunu görür. Qurban dərhal məktəb direktorunun yanından ayrılır, gəlib onların işlərinə kömək eləyir və mənə niyə demirsiniz deyə onları tənbihləyir. Daha sonra 2 yeniyetmə məktəbli qızın qardaşları yox imiş. Həyətdə xurma ağaclarından meyvə dərdiyini görür. Yenə də yaxınlaşır onlara. Deyir ki, mənə niyə demirsiniz? Sizin qardaşınız yoxdur, bu oğlan işidir, qız uşağı işi deyil. Mən də sizin bir qardaşınız. Çağırın, nə vaxt nə lazım olsa gəlib kömək eləməyə hazıram. Bax, Qurban belə oğlu idi. Uşaqlıq yaşlarından idmana böyük həvəsi var idi. Bir gün evə gəlir, atasına deyir ki, idmanla məşğul olmaq istəyir. Gəncə şəhərində əvvəlcə kickboksa, daha sonra boks idmanına maraq göstərdiyi üçün həmin idman növləri ilə məşğul olmağa başlayır, müəllim yanına gedir və uğurlu nəticələr qazanır. Təbii ki, Respublika çərçivəsində Bakıda, Şəkidə, Qəbələdə və digər Azərbaycanın dilbər güşələrində keçirilən idman yarışlarında özünü yaxşı tərəfdən göstərə bilir, medallar, fəxri fərmanlar, diplomlar qazanır və bunların da sayı onlarladır. 2020-ci ilin iyul ayı gəlir. General Polad Həşimov Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olur. Qurban bu xəbərdən sarsılır. Gəlib evdə atasına deyir ki, o hərbi xidmətə yazılmaq istəyir. Və evdə heç kim ona etiraz eləmir. Sadəcə sənədlərini verir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 2020-ci ilin sentyabr ayının ilk günlərindən həqiqi hərbi xidmətinə, daha doğrusu həqiqi hərbi xidmətinin növbəti mərhələsinə başlayır. Və o şəhid olanda ilk maaşını almamışdı. Sentyabr ayının 27-sində Vətən müharibəsi başlayır. Qurban
Koroğlu istiqamətində, Koroğlu yüksəkliyi istiqamətində, Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Müharibənin ilk saatlarında ailəsinə zəng vurur, evlə danışır. Deyir ki, bəs əhval-ruhiyyəmiz çox yüksək səviyyədədir, ancaq irəli getmək haqqında düşünürük. Hətta burada evli adamlar var, əskər yoldaşlarım, hərbçi yoldaşlarım var. Onlara deyirəm ki, ağır tapşırıqlara siz getməyin, özüm gedəcəm. Həqiqətən də elə olur. Və Qurban Qəzənfərli böyük şücaət, qəhrəmanlıq göstərir və şəhadətindən sonra onun bu qəhrəmanlığı çox yüksək qiymətləndirilir dövlətimiz tərəfindən. İgidliyə görə medalı, Vətən uğrunda medalı və Kəlbəcərin işğaldan azad olunması medalı ilə təltif olunur. Yaxşı xatırlayıram, həmişə mən yay aylarında kəndə gedirdim və adətən çayxanaya baş çəkirdik. Və köhnə dostlarla domino oynayardıq. Qurban həmişə mənim tərəf müqabilim olub dominoda. Və orada da adətən bir ədalət prinsipinə əməl eləyirdi. Məsələn, kimsə hesabı çötkədə artıq yazmağa çalışanda, hətta bizim lehimizə yazılmasına belə mane olmağa çalışırdı. Qətiyyətlə bu haramdır, belə bir şey olmaz deyil. Və Qurban Qəzənfərli yadımda daha çox 2020-ci ilin fevral ayının 9-unda biz onunla sonuncu dəfə görüşmüşük, öpüşüb görüşmüşük, salamlaşmışıq. Həmin gün Azərbaycanda parlament seçkiləri keçirilirdi və mən də o zamanki 102 sayılı Samux Şəmkir seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşdüm. Seçkidən bir müddət əvvəl sosial şəbəkədən mənə yazdı ki, bəs təbrik edirəm, namizədliyiniz qeydə alınıb. Seçki nə vaxtı? Dedim ki, bəs fevral ayının 9-u. O da hardasa çalışırdı, işləyirdi, hələ hərbi xidmətə yazılmamışdı, Tovuz döyüşləri baş verməmişdi. Dedi, kənddə deyiləm, hansısa bir rayondayım, ya Gəncədəyəm, amma mütləq şəkildə mən o seçkidə gəlib iştirak edəcəm. Səhər saat 8-9-a işləmiş, 8-də seçki məntəqəsi açılır. 5-10 dəqiqə işləmiş, mən özüm səs verməyə getdim. Səsimi verib çıxanda gördüm ki, məndən əvvəl Qurban gəlib orada səsini verib. Və biz məktəbin qapısında, girişində daha doğrusu qarşılaşdıq. Artıq mən çıxırdım, Qurban da səsini verib çıxırdı. Xeyr, uğur dilədi və dedi ki, inşallah qalib gələrsiniz. Qalib gəlməsəz belə, ürəyinizi sıxmayın, siz bizim qəlbimizdə deputatsınız. Bu söz məni tutdu. Dedim, sağ olay Qurban, yəni indiyə qədər nə qədər seçici ilə qarşılaşmışam, bu sözü mənə ilk dəfə sən deyirsən. Və qucaqlaşdıq, bir-birimizə sarıldıq. Ondan sonra bir daha görüşmədik. Ondan sonra təxminən 8 ay sonra Qurban şəhid oldu. Qurbanın şəhid olma xəbərini mən Tərtər istiqamətində aldım. Həmin vaxt jurnalist kimi fəaliyyətimi həmin istiqamətdə davam etdirirdim. Rayonlara gedirdik. Açığı inana bilmədim. Çünki Qurban deyəndə ağla saflıq mücəssəməsi gəlir. Qurban deyəndə zəhmətkeş bir oğlan gəlir, qoçaq bir uşaq gəlir ağla. Heç Qurbanın hərbi xidmətə yazıldığını, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət elədiyini də bilmirdim. Dedilər, çünki bir ayın içərisində olmuşdu və Vətən müharibəsi başlamışdı. Və sonra onun qəbrini ziyarətə getdim. Ondan sonra inandım ki, bəli, Qurban şəhid oldu. Onun ölümü ilə, şəhadəti ilə barışmaq qeyri-mümkündür. Və bir məsələni də qeyd edeyim. 9 noyabr, onun 40 günü Şuşa işğaldan azad olunur. 10 noyabrda atası kənddə Şəhidlər abidəsinin yaxınlığındakı parkda gətirib Qurbanın vəsiyyətini yerinə yetirir. Bu nə məsələdir, bunu da sizə danışacağım. Qurban hərbi xidmətə yollananda, müddətdən artıq hərbi xidmət qulluqçusu kimi və müharibənin ilk günlərində atası ilə müntəzəm olaraq söhbət edilmiş. Deyir ki, əgər qələbə ilə qayıtsam, atası deyir ki, əgər qələbə ilə qayıtsam, bir cöngəmiz var, onu Qurban kəsəcəm. Qurban qayıdır ki, bəs şəhid olsam kəsməzsən. Atası deyir ki, bəs onun icazəsini sən verə bilərsən də. Mən necə deyim onu? Deyir ki, yox, sən onda da Qurban kəs. Qoy, mən şəhid olsam belə, mənim əskər yoldaşlarımın qələbəsini siz də daxil olmaqla hər kəs ürəkdən qəbul eləsin, yaşasın. Və 10 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində
Qurbanın da imza atdığı qələbə günü, zəfər günü elan olunur və bütün kənd cəmaatı, cavanlı, qocalı, yaşlı, hər kəs Qurbangilə axışır. Atası Knyaz kişi söz verdiyi cöngəni kəsir və görür ki, kənd cavanları biraz ehtiyat edir qələbəni qeyd eləməyə, çünki şəhid atasıdır və o icazə verir, deyir ki, siz daha yaxşı qeyd eləyin ki, Qurbanın da ruhu şad olsun. Yəni, atasının da, o ailənin ümumiyyətlə böyük ürəyi var. Həm dini dəyərlərimizi yaşadan ailədir, həm mərifəti, qanacağı ilə seçilən ailədir. Və indi Qurbanın peşə xidmətini, fəaliyyətini qardaşı davam etdirir, bildiyim qədərilə. Ona həyatda uzun ömür, can sağlığı, ailə saadəti arzulayıram. Və bir nüansı qeyd edeyim ki, Qurbanın şəhadətindən 2 il sonra onun bacısı ağır xəstəlikdən dünyasını dəyişdi. Bəlkə də qardaşının şəhadətinə dözmədi, bilmirəm. Ancaq onu deyə bilərəm ki, Qurban Qəzənfərli nə qədər ki onu tanıyanlar, nə qədər ki Azərbaycan xalqı var, bu millətin qəlbində, köksündə yaşayıb, yaşayır və yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hələlik Allah amanında. Videolarımızı bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Çünki videolarımız daha çox tamaşaçının qarşısına çıxsın. Hələlik.